48-ci sualda cismin impulsunun modulunun zamandan asılı qrafiki verilmişdir. 1, 2 və 3 nöqtələrinə uyğun əvəzləyici qüvvənin modulları arasında hansı münasibət doğrudur? Bayaqlarda qeyd etdik ki, delta P bərabərdir F vurulsun delta T'dir. Buradan F'i tapsaq, olacaq delta P bölünsün delta T. Gördüyümüz kimi, buradakı qüvvəmiz hansı ki, qrafikin zaman oxu ilə əmələ gətirdiyi bucağın tangesi olacaq. Qeyd etmişdim ki, yuxarıdakı hərf aşağıdakı hərfə bölünürsə, deməli, burada bucağın tangesinə bərabərdir bizim kəmiyyətimiz. Aha, burada bucağın tangesi nə qədər çoxdursa, deməli, onun qüvvəsi də, əvəzləyici qüvvəsi də daha çox olacaq. Fikir verin, onda bax, burada qrafikləri uzadım. Hansı daha dikdirsə, deməli, artıq onun zaman oxu ilə əmələ gətirdiyi bucağın tangesi daha çoxdur. Baxın, fikir verin, bir nöqtəsinin aid olduğu qrafik daha dikdir. Deməli, burada F1 böyük olacaq hamısından. 2 və 3 də eyni xətt üzərində, eyni qrafik üzərində olduğundan, deməli, onlar da bir-birinə bərabər olacaq. Aha, F1 hər birindən böyükdür, F2 də F3-ə bərabərdir. Y bəndi doğru cavabdır.